Bir daha salam, sabahınız xeyirli olsun, hörmətli izləyicilərimiz. Studiyamızın bu saatında bilirsiniz ki, qonaqla davam edirik, daha doğrusu efirimizin bu saatında və bugün studiyamızın qonaqları çox maraqlı iki xanım var və istəyirəm o xanımları sizə təqdim edim. Xumarə Qəhrəmanlı və Türkanə Qəhrəmanlı bu xanımlar haqqında daha ətraflı özlərindən soruşacağım, amma qısa deyim ki, xanımlar, bugün belə bir sual ünvanlamışdıq ki, ümumiyyətlə hansı iş kişi işi deyil izləyicilərimizə və çox maraqlı fikirlər gəlmişdir. Yəqin ki, siz də ehtimal edərsiniz ki, əksəriyyəti təbii ki, xanım işləri olaraq gördüyü işlər hansılarıdır? Ev işləri, ailə, uşağa baxmaq və s. Düşünürlər ki, bu işlər kişi işi deyil, xanımlar bu işi görməlidir. Və hörmətli izləyicilərimiz, bugün sizə təqdim edəcəyimiz bax bu xanımlar sizin kişi işi olaraq yazdığınız bəzi işləri yerinə yetirərək, hətta bax o işləri necə deyirlər, uğurla həyata keçirib, beynəlxalq olimpiyadalarda bu uğurlarına görə mükafat alıb qalib olan xanımlarımızdır. Daha ətraflı sizdən eşitdik. Xumarə xanım, buyurun, başlayaq sizdən. Salam. Siz niyə buradasınız? Ümumiyyətlə, hansı işləri həyata keçirmişsiniz? Uğurlarınız nədir? Sizin öz dilinizdən eşitdik. Mən Xumarə Qəhrəmanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter Elmləri Kafedrasının və STEM mərkəzinin müəllimi və təlimçisiyəm. Biz martın 1-i 2-sində Azərbaycanda keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiyadasında 21 kateqoriya üzrə 9 kateqoriyada yarışmışıq, yəni mübarizə aparmışıq və 7 birincilik əldə eləmişik, 2 ikinci yer əldə eləmişik və biz yəni Türkanə xanımla bir yerdə bu işləri görmüşük. Türkanə xanım da sözünü təqdim edəsin. Buyurun, mən bildiyim qədərilə sizdə ümumilikdə, yəni o neçə kateqoriya üzrə? 21 kateqoriyadır. Biz 9 kateqoriya üzrə yarışmışıq. 9 kateqoriyadan 7-si üzrə birinci yer tutmuşuq. 2 kateqoriya üzrə ikinci yer tutmuşuq. Və burada müxtəlif komandalar idi. Ümumi komandanın 2 mentoru vardı və Xumarə xanımla Türkanə xanım. Siz 2 mentorlarsınız. Türkanə xanım, buyurun, sizin komanda hansı işləri görüb? Onları da sizdən işlər. Salamlayıram və bildirmək istəyirəm ki, biz həm startup layihəsinə qoşulmuşduq orada, yəni öz layihələrimiz var idi. Həm də ki, robotlaşma, yəni robot yarışmalarına qoşulmuşduq tələbələrimizlə bir yerdə. Onları hazırlamışdıq ki, orada qalib gələ bilsinlər. Ümumilikdə bu bizim qoşulduğumuz ilk yarışma deyil. Biz bundan əvvəl Teknofest yarışmasında, Teknofest Ankara yarışmasında iştirak etmişik və orada da təhsil kateqoriyası üzrə çox yüksək yer tutmuşduq. Və bundan da əlavə olaraq keçən il robotlaşma yarışması, daha bir robotlaşma yarışmasına qoşulmuşduq. Robotics Türkiyə yarışmasına qoşulmuşduq və burada biz Avrasiya çempionu olmuşduq və Avropa çempionu olmuşduq. Yəni tələbələrimizi, universitet tələbələrini maksimal dərəcədə çalışırıq ki, bu layihələrdə aktiv şəkildə iştirak eləsinlər. Onlara təlim keçirik, özümüz öyrədirik. İstər kodlaşdırma baxımından, istər elektronikası baxımından, robotların hazırlanması baxımından onlara dəstək oluruq, kömək oluruq ki, onlar yarışmalarda iştirak edib yüksək yer tutsunlar. Ümumiyyətlə, dövrün tələblərinə uyğun iş standartlarından biz danışanda, yeni əmək bazarına gələcək işlərdən danışanda, robotexnikadır, informasiya texnologiyaları, bu sahələr gələcəkdə tələb olunan sahələrdir və nə xoş ki, bugün siz rejissorumuz da artıq yəni o görüntüləri göstərdi. Bugün xanımlarımız da bu sahələrdə çox aktiv iştirak edirlər, ümumiyyətlə təhsil alırlar və özlərini inkişaf elətdirirlər. Mən istəyirəm masanın üzərində sizin, belə deyək də, hazırladığınız robotlar var. Onlarla mı siz yarışlara qoşulmuşsunuz? Əslində bizim çox robotumuz var, yəni hazırladığımız. Bunlar sadəcə xətt izləmə yarışı üçün nəzərdə tutulub. Bizim sumo robotlarımız da var, mini sumo və mega sumo yarışları üçün həmçinin. Yəni onlar burada yoxdur, amma bu 3 robotla biz xətt izləmə yarışına qoşulmuşduq və orada da qalib olmuşuq. Birinci yer olmuşduq. Birinci yer tutmuşsunuz. Təbrik edirik. İnşallah uğurlarınız da davamlı olsun. Bu xətt izləmə deyəndə bunu bizim üçün daha da açın. Yəni bu sahədən başı çıxmayan şəxslər üçün düşünür ki, xətt izləmə. Yəni biz ekranda da görürük, görüntüləri siz bizim üçün göndərmişdiniz. Nə üçün istifadə olunur bu xətt izləmə? Gördüyünüz kimi burada bir ağ lövhə var və onun üzərində qara xətt var.
Robota elə bir kod yazmaq lazımdır ki, C++ proqramlaşdırma dilində robot həmin sensorları vasitəsilə həmin xətti təyin edə bilsin və xəttin üzərində xətti izləsin, belə deyək. Yəni, bu deməkdir ki, bu texnologiyadan istifadə edərək gələcəkdə müəyyən fərqli sahələrdə bunu tətbiq etmək olar. Əlbəttə ki, bəli. Aha, maraqlıdır. Və orada masanın üzərində sizin mükafatlarınız da var. Bəli. Onlardan xahiş edəcəm, operatorlarımız göstərsin onları. Bunların ilk, yəni yuxarıda olanlar, mən bildiyim qədərilə siz fərqli-fərqli yarışmalardan gələn mükafatlardır. İstəyirəm onları da bizə təqdim edəsiniz. Mən bildirdiyim kimi bizim ideyalarımız var, layihə ideyalarımız. Biz həmin layihələrlə, yəni yarışmada iştirak eləmişik və SoftTech adında bir layihəmiz var idi. Çox uğurlu bir layihə oldu. Bizə birincilik qazandırdı Fibonacci yarışmasında və dünən də biz daha bir yarışmada iştirak etdik. Layihəmizin üzərində təkmilləşmə işləri apardıq və həmin layihəni biz bu yarışma üçün istifadə etdik və burada ikinciliyi qazandıq. Və bu yarışmaların hər ikisinin növbəti mərhələləri var. Məsəl üçün, Fibonacci yarışmasının növbəti mərhələsi Türkiyədə, Antalya şəhərində olacaq. Amma bu digər yarışmanın, hansı ki, dünən biz iştirak etdik, bu yarışmanın növbəti mərhələsi Amerikada, Bostonda olacaq və biz orada iştirak etmək üçün gedəcəyik. İnşallah, yəni biz sizin xoş xəbərlərinizi gözləyirik. Xumari xanım, bax, birinci ki, beynəlxalq robot olimpiyadasında ümumiyyətlə neçə ölkə yarışırdı? Nə qədər iştirakçı var idi? Orada 13 ölkə iştirak edirdi. Yəni biz 21 kateqoriya üzrə bayaq qeyd elədiyim kimi 7-sində birinci yer tutduq və bu kateqoriyalarda təkcə robotlardan deyil, eyni zamanda biz startapları da qoşulmuşduq, startap kateqoriyasına da qoşulmuşduq. Sağlamlıq kateqoriyası üzrə, bir də SoftTech üzrə biz startaplara qoşulmuşduq və bizim orada layihələrimiz sağlamlıq kateqoriyası üzrə 2-ci yer, SoftTech üzrə orada da göründüyü kimi ScanTech layihəmiz birinci yer olmuşdu. Bizdə layihə istəyirsiniz haqqında qısa məlumat verim. Zəhmət olunsa bunu belə sağlamlıq xahiş edəcəm. Bizim orada korsetimiz də var idi, şəkillərdə də görünür. Ağıllı korset düzəltmişdik. Ağıllı korset. Bəli. Bu nə üçündür? Məsələn, kiminsə kifoz və yaxud da ki, bel əyrisi, skalyoz problemləri varsa, bu korset sayəsində o problemlər aradan qaldıra bilirik. Yəni materialı, üzərində məsəl üçün bel əyiləndə süni intellekt proqramı vasitəsilə xəbərdarlıq eləyir. Hər bir adam üçün özəl idman, yəni proqramı tərtib eləyir. Yəni korsetin o korsetin müəyyən deyək ki, masaj funksiyaları və nəsə var ki, hər bir insana uyğun olaraq fərqli, yəni kodlaşdırılır, yəni süni intellekt proqramı vasitəsilə və bizim növbəti layihəmiz startapımızın mentoru Türkiyəni xanımı idi o vaxtda. Bu mənim layihəm əsasən bu marketlərdə olan növbələrin qarşısını almaq məqsədini daşıyır. Çünki insanlar həddindən artıq çox vaxt itirir. Biz fikirləşdik ki, elə bir sistem quraq ki, müştərilər dərhal ödəniş eləyib məhsulu əldə edə bilsinlər və bunun təhlükəsizlik tərəfini də fikirləşmişik. Biz ideyamızı bildirəndə həqiqətən də jürilər bunu çox bəyəndilər. Əsas məqsəd odur ki, yəni məhsulların yanında barkodu oxuyan bir sistem quraşdırmaq və hər kəs, bunun da bir mobil tətbiqi olacaq və hər kəs bu mobil tətbiq vasitəsilə barkodu oxudaraq dərhal məhsulun sayını qeyd etməklə və həmin tətbiqdə də məhsul haqqında məlumatları, istehsal tarixi, bitmə və ilkin buraxılış tarixi də daxil olmaqla bütün məhsul haqqında məlumatları oxuyub, məlumat alıb, dəyəri, qiyməti haqqında məlumat alıb, sayını da istədiyi, əgər bəyənibsə bu məhsulu qeyd edərək dərhal alış-veriş edə biləcəklər bu sistem vasitəsilə. Təhlükəsizlik sistemində isə biz süni intellektdən istifadə etməyi düşünmüşük, hansı ki bu artıq Amerikada da tətbiq olunmuş bir sistemdir. Onun haqqında danışdan biraz çox uzun olar.
Amma yəni ki, ikili, hətta üçlü təhlükəsizlik sistemi fikirləşmişik ki, marketlərdə hansı ki, bu alış-veriş prosesində hər hansı bir mənfi hallar baş verməsin. Və bir şeyi də mən bayaq qeyd etmədim, onu da bildirmək istəyirdim ki, dünən bizim iştirak etdiyimiz yarışma International World Innovative Student 2025 adlanır. Bu, yəni ki, dünya iWise qısa formada, yəni ki, Amerikalıların təşkil etdiyi bir yarışmadır və biz ora ikincilik qazanaraq getmə şansı əldə etmişik. Çünki ilk üçlüyə düşən komandalar yalnız ora gedə bilir. Maraqlıdır. Sizin təqdim etdiyiniz yine hər iki layihələriniz ki var idi. İkisinin də ümumiyyətlə cəmiyyət üçün faydalılıq əmsalı çox yüksəkdir. Birincisi, hansı ki doğrudan da bugün ciddi şəkildə kompüter dövründə bu problemdən çox insan əziyyət çəkir və digər məsələdəki təbii ki, o da günümüzün əsas problemlərindən biridir. Vaxt etkisi insanların əsəb stresini artıran məsələlərdir ki, marketlərdə yaşanır. Bəs bunların kütləviləşdirilməsi, deyək ki, kütləvi şəkildə istifadəsi və dediyiniz o korsetlərin satışı, bununla bağlı gələcəkdə hansı addımlar planlaşdırılırmı? Bu yol xəritəsi necədir sizdə? Mən onu deyə bilərəm öz layihəm barəsində ki, bizdə mobil tətbiq artıq hazırdır bunun üçün, barkodu oxumaq üçün. Süni intellekt proqramının artıq üzərində işlənir. Biz, bu layihə tamamilə yenidir, yəni ilk dəfədir ki, biz bu ay ərzində istifadə etmişik və təqdim etmişik bunu hər kəsə. Yəqin ki, layihəmiz ictimailəşəndən sonra və maraq yaranandan sonra layihə üzərində təkmilləşmə işləri də aparıb, niyə də biz bunu reallaşdırmayaq, marketlərdə və digər alış-veriş mərkəzlərində tətbiq edə bilərik biz bunu. İnşallah. Bir də görüntülərdə diqqətimi çəkən məqamlardan da biri, orada həm mən məktəbli şagirdləri və tələbələri də gördüm. Bu yarışlar necədir? Həm məktəblər iştirak edə bilir, həm tələbələr və siz istəyirəm biraz da komanda yoldaşlarınızdan da bizdə məlumat verəsiniz. Çünki bilirəm ki, çox böyük bir komandasınız əslində. Bir onları da tanıyaq sizinlə. Bizdə məktəblilər üzrə 12 yaşa qədər kateqoriya var idi. Orada ümumiyyətlə 21 kateqoriya var idi, bayaq qeyd elədiyim kimi. Ağıllı şəhər layihəsi var idi və məktəblilər üzrə bizdə 2 tələbə o yarışa qoşulmuşdu. Və biz orada ağıllı şəhər yaratmışdıq. Hansı ki, günəş enerjisindən, külək enerjisindən istifadə olunur. Sonra ağıllı avtobus yaratmışdı uşaqlar. Yəni orada, belə deyim, şəhərin hər bir hissəsi elektronika idi, amma ki, belə deyim, günəş, külək enerjisindən istifadə edərək evlər yaratmışdılar. Sonra maşın yaratmışdı ki, hansı ki, sərnişin sıxlığının azaldılmasına səbəb olurdu. Yəni, bunu uşaqlar eləmişdi və eyni zamanda digər tələbələrimiz də biz əlbəttə ki, bir uğura nail olmaq üçün komanda şəklində eləyirik və hər birinin adını istərdim ki, qeyd eləyim. Xüsusi olaraq tələbələrimin. Mən xahiş edəcəm, Elgün, tələbələr olan, yəni xanımların daha öncəki, 2 şəkil bundan öncəki şəkil var idi. Bu şəkildə hamısı varmı? Bəli, o şəkildə hər biri var. Bir öncəkinə zəhmət olmasa? Xahiş edəcəm, gəlin bütün komanda üzvlərini tanıyaq. Eyb yoxdur, gəlin sırayla gedək o zaman. Müəllimlərlə olan var idi, bəli, zəhmət olmasa. Burada tələbələrimiz, burada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsi informatika ixtisasından olan tələbələrdir. Səkinə Vəliyeva, Aysel Qarayeva, Zeynəb, adlarını desək necə? Zəhra, Zeynəb, Ayla, Ayşən, Tamara, sonra fizika fakültəsindən fizika ixtisası üzrə 2 tələbə də var idi bizlə iştirak eləyən. Nərimin Həsənova, Elvin Əzizdir. Və ən əsası bizə hər zaman, belə deyim, inkişafımızda olmağa dəstək göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin çox hörmətli rektoru cənab Cəfər Cəfərova öz minnətdarlığımı bildirirəm. Hər zaman müəllimlərin və tələbələrin yanında olur və eyni zamanda bizə dəstək olan STEM mərkəzinin dekanı Arzu müəllim
Daşdəmirova öz minnətdarlığımı bildirirəm və eyni zamanda Riyaziyyat Fakültəsinin dekanı Allahverdi müəllim Cəfərova minnətdarlığımı bildirirəm və Kompüter Elmləri Kafedrasının kafedra müdürü Saadət Mazanovaya öz təşəkkürümü bildirirəm bizə göstərdiyi dəstəyə görə. Ümumiyyətlə bizim üçün yəni nə xoş ki, bax mən bu mənzərə xoşuma gəldi. Burada əksəriyyəti xanımlardır, yəni qızlarımızdır. Və doğrudan da adətən bizdə bu texnologiya, kompüter elmləri, robot və s. deyəndə də ilk xatırlanan bəylərdir. Yəni düşünürük ki, ancaq oğlanlar, bəylər bu işlərlə məşğul ola bilər. Ancaq xoş mənzərədir ki, əksəriyyət komandanın üzvləri xanımlardır. Bu yenilikçilik xanımların belə deyək beyinlərinin məhsuludur. İnşallah önümüzdə hansı yarışlar var, hansı yarışları gözlənilir? Biz bu yarış üzrə Türkiyənin Antalya şəhərinə gedəcəyik yarım finala. Orada da qalib olub inşallah. Eyni layihələrlə gediləcək, yoxsa? Bəli, qalib olduğumuz layihələri təkmilləşdirib, daha da yaxşı bir şəkildə Türkiyəyə gedəcəyik. Orada da inşallah qalib olub İtaliyaya getmək hədəfimizdir. İnşallah. Finalda. Sizdə isə Amerika səfəri gözlənilir. Təxminən bilinir hansı vaxtda gözlənilir? Hələ ki biz Avqustda təxminən. O barədə Və sonda qısaca bir şey soruşmaq istəyirəm. Bax, məktəbləri gördüm mən. Ümumiyyətlə deyək ki, izləyicilərimiz arasında öz uşaqlarından da bu cür, yəni sizin komandaya qoşulmağını arzu edənlər varsa, bunun üçün hansısa bir sayt varmı? Yəni necə sizə müraciət etməlidirlər? Yoxsa hansısa xüsusi bacarıqlara görə mi o uşaqlar seçilir? Biz əslində belə deyim, mümkünsüz heç bir şey yoxdur. Yəni biz əsas odur ki, ona həvəs olsun. Yəni fərq yoxdur ixtisasın. Orada qeyd elədiyim kimi riyaziyyat da var, fizika da var, orada bütün ixtisaslardan var. Məktəblər sizin necə yəni gəlib tapa bilərlər? Biz məsələn kurs Pedaqoji universitetə müraciət eləyə bilərlər. Aha, gəlib, yəni çünki bəzən valideynlərimiz olur ki, bax bu cür yaxşı nəticələri görürlər və artıq öz övladlarına da belə uğurlu, belə deyək də, təhsil yolu keçmələrini arzu edirlər. Təşəkkür edirəm xanımlar. Uğurlarınız bol olsun inşallah. Və sonda sağollaşmaq istəyirəm. Son sözünüz varsa buyurun eşidək qısaca. Mən bizə bu şəraiti yaratdığınıza görə sizə təşəkkür edirəm. Təşəkkür edirik. Minnətdaram sizə, çox sağ olun. Bizim üçün xoşdur. Tək ki, sizin hər zaman uğurlarınız davamlı, daimi axarlı olsun və hər zaman siz də studiyamıza qonaq edək. Son bir söz demək istərdim. Biz eyni zamanda, mən Texniki Universitetin doktorantıyam və Texniki Universitetin rektoruna da Vilayət müəllim, cənab hörmətli rektorumuz Vilayət Vəliyevə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun xanımlar. Bir daha hörmətli izləyicilərimiz, xatırladım ki, bugün studiyamızın qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Robot Olimpiyadasının milli çempionatında qalib olan komandalarının mentorları Xumarə Qəhrəmanlı və Türkanə Qəhrəmanlı bizimlə idi. Çox sağ olun, uğurlarınız davamlı və bol olsun inşallah deyirik. Hörmətli izləyicilərimiz, bugünlük bizə ayrılan saatın sonuna gəlib çatdıq. Həftənin ilk gününü yekunlaşdırdıq və sizinlə sağollaşırıq. İnşallah sabah eyni saatda, eyni məkanda yenidən evinizə qonaq gələcək. Allah amanda qalın. Həftəniz, gününüz gözəl başlasın, gözəl keçsin.